Aziz dostlar, bugün iyun ayının 3'üdür. Sizdə də bir dənə mükəmməl bir bitki təqdim edirəm dostlar. Həqiqətən mükəmməldir. Ola bilər bu bitki sizin evlərinizdə var, amma bu bitki haqqında dostlar məlumatınız azdır. Xahiş edirəm axıra qədər baxın. Deməli dostlar, bitkimiz nə adlanır? Adı Sansevieria. Bizlərdə dostlar buna el arasında peyğəmbər qılıncı, ondan sonra ilan bitkisi kimi və bir də dostlar xahiş edirəm gülməyin. Qaynana dili kimi, bəli, qaynana dili kimi dostlar bu bitki tanınır. Və dostlar bu bitki risk hallarda gül açır. Bəli, hiç sonradan bunun gülünü görməyibdir. Bax, göstərirəm dostlar. Görürsünüz maşallah. Bax, bizdə də 3 dənəsi belə gül açıb. Hələ tam açmayıblar. Görürsünüzmü? Deməli dostlar, sonra bu bitkiləri saxlamaq haqqında deyim sizə qısaca. Günəşli yerlərdə otaqlarınızda qoyun. Güneş düşen yer yoksa problem yoktur. Çölcəyə yerdə də saxlaya bilərsiniz. Suyu da dostlar çox az sevir. Dibi quruduqca suyunu versəz daha məqsədə uyğundur. Və bir də dostlar bitkinin ən gözəl üstünlüyü nədir? Bu bitki dostlar gecələr oksigen istehsal edir. Ona görə məsləhətdir ki, bu bitkilər yataq otaqlarınızda saxlayasınız. Və ən çox da dostlar uşaq otaqlarında saxlasanız daha məqsədə uyğundur. Çünki uşaqların əksəriyyətində allergiya var. Deməli dostlar bu bitki gecələr oksigen verməklə yanaşı havadakı tozu və allergenlərin miqdarını dostlar çox azaldır. Ona görə super bir bitkidir dostlar. Əgər bu videoda maarifləndirsə, xahiş edirəm videonu bəyənəyin. Bəyənmək də təşkil deyil dostlar. Buyurun gəlin bizim mağazadan əldə eləyin. Ünvanımız dəyişməz olaraq qalır. Dostlar qiymətini də demirəm. Niyə? Çünki gözə gələrəm. Kimə lazımsa da yazsın kommentarda qiymətlərini yazım onun üçün.